Qadın-kişi münasibəti. Persona X-in burada bir köməyi varmı, dəstəyi varmı? Yəni əslində mən bunu məsləhət görərdim. Ailə qurmadan öncə cütlüklər mütləq bu təlimi alsınlar, bu elmi alsınlar. Yoxsa daha çox əziyyət çəkəcəklər. Yəni özlərini tanıyana qədər, bir anlamda tanıyana qədər daha çox əziyyət çəkmiş olacaqlar. Amma bu biliklərə sahib olduqdan sonra ailə həyatı tamamilə başqa bir yönə çevrilir. Başqa bir şəkil almağa başlayır. Yəni insanlar bir-birlərinin ehtiyaclarını bilirlər. Necə davransam qarşı tərəf necə bir münasibət göstərər, bunu bilmiş olurlar, öyrənmiş olurlar. Bir də ən önəmli nüanslardan birisi budur ki, bəzi xarakter tipləri evlənməməlidir. Mən biraz bəlkə çox iddialı danışdım, çox radikal və iddialı danışmış oldum. Yəni qısacası belə deyim, tam duyğu mərkəzli insanlar var, tam ağıl mərkəzli insanlardan bəziləri, hamısı deyil. Bir-biri ilə evlənə bilməzlər. Bəli, İndi başa düşdüm. Mən deyirəm, ümumiyyətlə evlənə bilməzlər. Yox, bir-birləri ilə, bəzi xarakter tipləri bir-biri ilə evlənməməsi lazımdır. Çünki ailə həyatını əziyyət çəkirlər. Biri tamamilə məsələlərə duyğusal yanaşırsa, o anda nə duyursa, ona görə qərar verirsə, digəri isə ağılla yanaşır, ağlın düzgün və ya səhv modeli ilə hərəkət edir. Digəri isə çirkin və gözəl duyğuları ilə hərəkət elədiyinə görə bir-birlərini başa düşmələrində çətinlik çəkə bilirlər. Bunu başdan bilmələri lazımdır. Ya da əgər ailə həyatı qururlarsa bu tipli xarakterlər, ən azından bir-birlərini bilməlidirlər, tanımalıdırlar. Hər kəs öz tərəfindən, belə deyim, fədakarlıq etməyi bacarmalıdır. Bu təqdirdə ailə həyatı davam edə bilər. Bu bilinmədiyi təqdirdə çox əziyyət çəkirlər ki, bunu tanıdığımız da ailələr var və nümunələri var ona görə. Təşəkkür edirəm.